Salam əziz dostlar və dəyərli izləyicilər. Sizlər üçün çox maraqlı bir video çəkirəm və Algoritm üzərindən sizə qısa bir strategiya öyrətmək istəyirəm həmçinin. Bu algoritmlər tərcümə ehtiyac yoxdur demək olar. Əslində burada ən əsas məsələ birinci strategiyanı anlamaqdır. Deməli, gəlin indi bir yerdə baxalım. Bizə burada birinci adımız var. Bu adı biz mətnində axtarmalıyıq. Əlbəttə ki, videoda çox vaxt aparmasın deyə mən bu mətnin yerini sizə avtomatik olaraq göstərəcəm. Deməli, burada belə bir hissə var. Baxırsınız, Angel'in dediyi cümlədir. Və bunun yuxarısında da bir cümlə var, hansı ki, buradan başlayır normalda. Biz bu cümlələrdə açar sözləri birini götürməliyik. Məsələn, bunu bir açar söz kimi götürürəm. Ondan əlavə olaraq bunu açar söz kimi götürürəm. Açar sözlər çox götürə bilərsiniz. Burada bir qarşısında no olan bir ifadəmiz var, dəyişim mənasını verir və bunu həmçində götürürəm. Yəni, açar sözləri mütləq şəkildə götürməliyəm və burada uyğunlaşdırmalıyam. Burada bu ifadə ilə bu ifadə var, amma burada onun davam etmə müddəti ilə bağlı heç bir məlumat vermir. Burada onun explore eləməyə dəyər və ya da dəyməz bununla bağlı məlumat yoxdur. Proyekt hissəsi yoxdur. Gəlin indi baxa bilərik ki, buna. Deməli, burada bunu biz görürük avtomatik olaraq və burada avtomatik olaraq necə deyim, bax, bunu da açar söz kimi, bunları da açar söz kimi götürsək, araşdırmalardan söhbət etdiyini görürük. Avtomatik research sözü də bizim beynimizə gəlir. Həmçinin də burada cannot be replaced ifadəsi var və bu ifadə də eynən bu ifadə ilə bir növ sinonim daşıyır. Ona görə də biz avtomatik cavabı A variantı necə deyərlər götürə bilərik. Növbəti isə gəlir bunun adı. Bunu da mətndə tapmalıyıq. Əlbəttə ki, bu da elə bunun ardında verilib. Ona görə də biz bunu avtomatik olaraq necə deyərlər götürürük və bunun fikri var burada. Baxsaq, eyni qaydada verilib. Görürsünüz, tərcümə eləmirik. Çünki tərcüməyə əslində heç bir yer yoxdur. Var bəzi hallarda. Baxırıq ki, burada həmçinin bunun da fikirlərində bu ifadələr var. Burada gün ifadəsi var. Bu ümumiyyətlə time ifadələrini görürsünüzsə, bunlar sizə nəsə bir kömək edə biləcək ifadədir. Nəyinsə sürətli olması, hətta 10-20 gün söhbəti var. Və burada bu gün söhbətləri bizə vaxtla bağlı olduğuna görə avtomatik olaraq heç bir yerə getmədən biz cavabı nə götürürük? Bax, bunu götürürük. Həmçində burada deyir çox uzun müddətə, orada deyir ki, çox qısa bir müddətə, yəni eyni mənəyə gəlir, necə deyərlər çıxır. Əslində göründüyü kimi, yəni necə deyim, görürsünüz ki, burada heç bir çətin bir hissə yoxdur, sadəcə bir növ işləmək lazımdır. Növbəti isə download ifadəsidir. Bu download harda verilir, bunu tapmalıyıq. Deməli, downloadun adını tapmaq lazımdır. Mən indi əlbəttə ki, sizə yerini göstərəcəm. Siz rahat şəkildə, necə deyərlər, onun yerini görəcəksiniz. Deməli, download ifadəsi bizim C variantında verilmiş bir ifadədir. Baxaq. Bu hissədə verilir və bu hissəndə mən necə deyərlər işarələyirəm. Bu hissəni işarələdim və görək burada nədən söhbət gedir. Proyektdən söhbət gedir avtomatik olaraq. Sonra burada bu həmçinin də ifadə olaraq bizim üçün verilir. Sonra proyektlər söhbəti var. Ondan əvvəl enforce söhbəti var. Option söhbəti var. Need söhbəti var və avtomatik olaraq gəlirik ki, burada hansı ifadə ilə burada ehtiyac olmaq söhbəti var. Baxıram ki, burada avtomatik olaraq proyekt sözü ilə bu hissə bir-birinə gəlir. Ümumiyyətlə, mənim sizə bir məsləhətim nədir? Bir məsləhətim var. O məsləhət də nədən ibarətdir? Heç vaxt özünüzü qorxutmayın. Nə bu çətindir, nə bilim bu alınmayacaq. Elə bir sözlər deməyə ehtiyac yoxdur. Yəni, sadəcə necə deyərlər, özünüzə inanınız olsun. Qalan heç bir şey sizdən ötə deyil. Sadəcə bir növ strategiyaları oturtmağa çalışın. Bu birisi sual isə, istəsəz bunu da deyə bilərəm, amma ki, məncə ehtiyac yoxdur, avtomatik olaraq bir variant qaldığına görə cavabımız məlumdur. Çox sağ olun.